Belə bir səhv elədim ki, udduğum halda məhkəməni böyüklük elədim, üzr istədim. Onu səhv elədim. İstəməməliydim. Mən insaniyyətli elədim. Daha elə şey yoxdur. Daha elə şey yoxdur ha. Geri, nətəl deyim, o humanistlikdir də. Humanistlik zad yoxdur. Elə şey yoxdur. Getdik, Dadiba, getdik. O üzrü bu ağızla demişdim. Bu ağızla deyirəm, geri göz ki, onu məni hansısa qurumlar məcbur elətməyib. Mən onu kişi qızdığımdan demişəm, sən onu götürüb o yerini kəsirsən, ay vicdoğan, ay 60 yaşında ağzı əri göz çaş padruqasının şeyindən, ərindən uşaq peydaqlayan mən onunla gözdən salırsan ki, güya. Hər gün toydayam, kör gözün görmür. Onsuz da gözün kördür, gözün belə qalır. Bunu da paylaşım da. Ağız belə gedir dostlar. Cəmaət əməliyyat olub gözəlləşdikcə, bu da it oxşuyur. Göz belə 100 manata şou proqramlarda qalmışsan, bəd bax. 62 yaşında, 65 yaşında, 60 nə mənə yaşında. Mən gəlib o yaşa çatım, bizdə o yaşa gəlib çatan yox, nə atam, nə anam o yaşa çatmır. Mən o yaşa çatım, 55-dən sonra ayağımın üstünə belə, xanım kimi belə qalıb, belə oturub, kofem içib, nəvə nəticəmi gəzdirəcəm. Nə sülənirəm 100 manata şou proqramlarda. Nə sülənirsən? Onda sən bədbəxtsən də. Çünki vaxtında sənətlə məşğul olsaydın, bu gün əkdiklərimi biçərdim. Vaxtında ev yıxmaqla məşğul oldun, da filialların da bax artıq qarşısını alamır. Bizim sənətin adı gələndə deyirlər pozğun şeylərdir. Çünki bax belə pozğunlar sənətin adını pozğun edir. Paylaşın hamısını. Qoyun partlasın. Efraz da baxan yoxdur, ancaq mənim danışığıma baxırlar. Afətlə doğru yoldasınız verilişimiz. Bu gün də öz eksklüziv. Qeybət zad deyil, olan qeybət deyil. Olmayan şey danışmaq qeybət.